Sesim gelir de. Sesiniz gayet güzel geliyor hocam. Görüntü de Görüntüde de hiçbir sorun yok. normal öyle mi? Evet, gayet güzel hocam. Mən də salamlayıram hər kəsi. Əhməd Hoca sizi, Hürriyə hocamı görürəm. Digər hocalarımızı, öğrencilərimizi, hər birinizi salamlayırıq. Bizim üçün çox xoşdur, çox məmnunuq ki, təkrar sizinlə bir araya gəldik. Panelimizə başlamazdan öncə mən hər birinizi dünən Türkiyə futbol takımının, A takımının qazandığı zəfər münasibətilə təbrik edirəm və alqışlayırıq Türkiyə takımını. 24 il sonra Dünya Kupasında yer aldı, finala vəsiqə qazandı. Bunu biz öz uğurumuz kimi sayırıq. Bir millət, ulusal liderimiz Haydar Əliyevin dediyi kimi bir millət, iki devlətin uğuru kimi sayırıq və inşallah Haziran ayında da azarkeşlik eləyəcəyik doğma komandamıza. Bir daha hər birinizi təbrik edirik. Çok teşekkür ederim. 62-ci kitabxana həftəsi münasibətilə də sizi fakültəmiz öğrencilərimiz və hocalarımız adına təbrik edirik. Bizim üçün çox əlamətdardır ki, artıq 2021-ci ildən etibarən biz həmin bu kitabxana həftəsində onlayn olsa da təmsil olunuruq, orada iştirak edirik və bu bizim əməkdaşlığımıza yeni çalalar gətirir. Amma nə yaxşı ki, bu əməkdaşlıq ancaq onlayn platformada deyil, bizim artıq bir neçə müddətdir ki, əməkdaşlıqlarımız davam edir. Xüsusilə 24-cü ilin Kasım ayında sizin burada olmanız hələ də bizim anılarımızdadır və o sempoziumda çox başarı ilə bitirdik. Və bu günlərdə sempoziumun basılı kitabı da yayınlandı. Mən onu da sizə göstərirəm. İnşallah Mayıs ayında Ahmet Hoca vaxtına Tamam. gəlirsək, İnşallah inşallah hocam. gələcək. O basılı kitabı da 500 sayfadan çoxdur. Sempozium deməli basılı kitabı da çap olunubdur. Mən ötən ilin Ağustos ayında Bartu Üniversitesində oldum. Sayın rektor hocamızla görüşdük və orada işbirliyi ilə bağlı müəyyən razılaşmalarımız oldu və hörmətli Əhməd Hocanın qeyrətləri ilə, qayrətləri ilə Türklər belə deyir, biz bir razılığa gəldik ki, bu ilin may ayında Bakı Dövlət Universiteti və Bartu Üniversitesinin birgə təşkilatçı ilə 6-cı beynəlxalq ulusal sempozium, öğrenci sempoziumu düzenlenecek və artıq bu istiqamətdə çalışmalar davam edir. Web sitemiz hazırdır. Biz inşallah ki çox səbirsizliklə Mayıs ayında gələcəyik, sizlə üzrə iştirak edəcəyik. Eyni zamanda bu ilin yenə Kasım ayında İstanbulda ənənəvi bilgi və bəlgə yönətimi sempoziumu düzenlənəcək. İnşallah orada da iştirak edəcəyik. Bundan əlavə biz dəfələrlə həm onlayn, həm üz-üzə ustad dərsləri təşkil etmişik. Sizlə Əhməd hocamız bizim fakültədə ustad dərsi keçibdi. Bugün də tələbələrimiz onu belə çox gözəl xatirələrlə yad edirlər. Bu ilki kitabxana həftəsi gəlişdirən və iyiləşdirən, mən belə bildim, gəlişdirən və iyiləşdirən kitabxanalar adlanır və həqiqətən də kitabxanalar insanları, cəmiyyəti həm gəlişdirir, həm də iyiləşdirir. O yüzden mən hər kəsə iyilik, iyi günlər arzulayıram və təkrar hər birinizi salamlayıram və sözü təkrar Ahmet hocama bırakıram. Sağ olun. Çok teşekkür ederim Alemdar Hocam. Gerçekten bilgi ve belge yönetimi alanında Bakü Devlet Üniversitesi Bilgi ve Belge Yönetimi Fakültesi ile çok güzel bir işbirliğimiz oluştu, gelişti. İnşallah bu işbirlikleri daha da artacak. Biz sizleri Mayıs ayında Bartın'da misafir etmekten gerçekten büyük mutluluk ve onur duyacağız. Hazırlıklar devam ediyor. Bu işbirliği sadece bir başlangıç. İnşallah ileride çok daha kapsamlı, çok daha büyük işbirliklerini gerçekleştireceğiz. Bu kapsamda e,
farklı projeler, farklı çalışmalarda yavaş yavaş seyrediyor, yavaş yavaş devam ediyor. Bu konuda da inşallah ileriki günlerde işbirliklerimiz, güç birliğimiz artarak devam edecek Sayın Dekanım. Evet, Sayın Dekanım'dan sonra Alemdar Hoca'ya güzel açılış konuşması için çok teşekkür ediyorum. Ve ben sözü şimdi Parviz Hocama bırakmak istiyorum. Parviz Hocam, Türk dünyası kütüphaneleri üzerine vizyon yapan bir konuşma yapacak bizimle. Gerçekten önemli bir konu, değerli bir konu. Parviz Hocam hoş geldiniz. Sizi görmek çok güzel. Mehmet Hocam bir daha merhaba. Ben bütün hemkarlarımızı, meslektaşlarımızı 62. Kitabxana Həftəsi ilə təbrik edirəm və o cümlədən bu kütüphane həftəsinə müəyyənləşdirdiyiniz sərlövhə sınırları aşan bilgi möhtəşəm bir sərlövhədir və mən bizim Türkiyəli həmkarları dəvət edirəm ki bu globallaşmanın düzgün anlaşılması ve sınırları aşan bilgide kütüphane elemanlarının fəaliyyəti, bu sınırları aşan bilgini idarə etmə texnologiyaları, bu sınırları aşan bilgini məqsədlərimizə yönəltmək üsullarını bir araşdıraq, bir birgə elmi məqalə ortaya qoyaq. Düşünürəm ki, çox yeni və lazımlı bir iş olar. Bu arzumdan sonra icazənizlə mən sizə Türkiyə və Azərbaycan çıxmaq şərti ilə 6 müstəqil Türk Cumhuriyyətindən 4'ü haqqında məlumat verim və əlbəttə ola bilsin ki, yeni bir şeylər deməyəcəyəm, ancaq geniş kütüphane ictimaiyyəti üçün düşünürəm ki, maraqlı olacaq. Çünki biz Türkiyə haqqında çox şeylər bilirik. Türkiyədə də Azərbaycan reallıqları və Azərbaycandakı quruculuq məlumdur. Yazılar yazılır, görüşlər, konferanslar keçirilir. Orta Asya Cumhuriyyətlərinin fəaliyyəti, oradakı kütüphane infrastrukturları haqqında məlumatımız düşünürəm ki, azdır. Və az məlumat çərçivəsində sıra bildiklərimizi həmkarların diqqətinə təqdim edim. Bu ilk səhifədə gördüyünüz kimi bizim son 20 ildə apardığımız tədqiqatların nəticəsidir. 3 kitabımız çap olunub və ekranda gördüyünüz Xoca Professor Xəlafov bizim, mənim və bütün bizim Azərbaycandakı həmkarlarımızın xocası olub. Hal-hazırda dünyasını dəyişdirmiş bir alimdir, bizim xocamızdır. Əlbəttə mən dünənləri Türkiyə Kütüphane Həftəsində qocaman kütüphanəçilərə təqdim olunan plaketləri gördüm və gördüm ki, Türkiyədə təcrübəli, yaşlı və həyatını kitabxana işinə həsr etmiş insanların bir qədrini bilmək, onların qədrini saxlamaq və xatırlamaq, onları təltif etmək ənənəsi var. Çox yaxşı ənənədir. Düşünürəm ki, bu ənənələri biz də Azərbaycanda tətbiq etməliyik. Çox faydalı bir işdir. Kütüphane işi bilirsiniz ki, çox yüksək təltiflərə, təşviqlərə və məruz qalmayan bir sahədir. Təmənnasız və bir volontyor, bir könüllü işidir. Və bu işi görən insanları xatırlamaq, onları təltif etmək, onları ictimaiyyətə təqdim etmək çox faydalı bir işdir. Və mən dünənləri Türkiyədə bu tədbiri gördüm və çox qürurlandım. Sizi təbrik edirəm, çox faydalı bir işdir. Hal-hazırda biz bu Türkiye Cumhuriyetleri ve Türk xalqlarının kitap ve kitapxana mədəniyyəti, kültürü haqqında danışanda 3 əhəmiyyətli istiqamət müəyyənləşir. Bu Türk Cumhuriyetlərinin siyasi, iqtisadi və kulturoloji istiqamətlərinin inkişafı kitap ve kütüphane kültürünün integrasiyasında əhəmiyyətli rol oynayır. Çünki siyasi iradə olmadan, iqtisadi inkişaf olmadan biz kütüphanələrin integrasiyası haqqında danışa bilmərik. Və hal-hazırda biz görürük ki, Türk Cumhuriyetlərində ciddi bir siyasi iradə ortaya qoyulub.
və bu ölkələrin iqtisadi inteqrasiyası, iqtisadi inkişafı imkan verir ki, biz kulturoloji sahədə, kitab və kitabxana mədəniyyətinin inteqrasiyası sahəsində bir sıra işlər görək, danışaq, bir sıra tətbiqi işlər görək. Türk Cumhuriyetlərinin milli kitabxanalarının bir şurası yarandı və bu şura hər il iclaslarını keçirdir, görüşlərini keçirdir. Bu iclaslardan, bu görüşlərdən biz daha çox ümidliyik, daha çox tətbiqi işlərin həyata keçirilməsinin ümidindəyik və mən sizin diqqətinizi bu təsnifatda birinci kateqoriya olan dövlətlərə, müstəqil Türk dövlətlərinə yönəltmək istəyirəm. Çünki Türk xalqlarının kitab və kütüphana mədəniyyətini 3 əsas ana kateqoriyaya bölmək olar. Deməli, milli siyasəti, dövlət siyasəti olan müstəqil Türk Cumhuriyyətləri, özəl hüquqları olan muxtar cumhuriyyətlər və heç bir dövlət və muxtar hüquqları olmayan Türk xalqları. Dünyada biz Türk xalqlarının kültürünü öyrənəndə bu 3 istiqamətdə ona baxmalıyıq. Çünki dövlət olan xalqlar milli siyasətini dövlət siyasəti olaraq ifadə edirlər, təqdim edirlər. Dövlətçiliyi olmayan xalqlar müxtəlif üsullardan istifadə edirlər və bu da bizim araşdırma obyektimizdir ki, məsələn, dövlətçiliyi olmayan Çində, Əfqanistanda, İranda Türk xalqlarının kitabxana mədəniyyəti nə şəkildə öyrənilməlidir? Bunların öyrənilməsi və ümumi Türk mədəniyyəti kontekstinə daxil olması nə qədər əhəmiyyətlidir? Burada mən Türk Cumhuriyyətlərinin bir xəritəsini ifadə edərək göstərirəm ki, biz burada Azərbaycan bir körpü missiyası var. Xəritə özü deyir ki, burada Azərbaycan bir körpüdür. Şərq ilə Qərb arasında. Mən Türkiyə Cumhuriyyətində kitabxana infrastrukturu haqqında danışmaq istəmirəm. Əlbəttə, bu barədə bizim öğrencilərə dərs deyirik. Bu bizim tədris proqramımızda var. Türkiyə kitabxanalarının öyrənilməsi bizdə müstəqil bir istiqamətdir, bir sahədir. Azərbaycan kitabxanaları haqqında da danışmaq istəmirəm. Bu barədə çox şey yazılıb və mən danışanda ola bilsin ki, bir problem də çıxsın. Yaxşısı budur ki, Azərbaycan haqqında da danışmayaq və mən sizə keçid eləyim Türk Cumhuriyyətləri içərisində böyük və kitabxana informasiya fəaliyyəti sahəsində geniş infrastrukturu olan bir ölkəyə, Qazaxstana. Qazaxstanın kültür tarixi Türkiyə kültür tarixinə çox yaxındır. Çünki Qazaxstan da iki başkənd taleyi yaşayıb. Türkiyədə də İstanbuldan Ankara'ya başkənd keçirilən vaxtında Ankara'da yeni bir milli kitabxana kompleksi tikildiyi kimi Qazaxstanda da bu baş verdi. Almatı şəhərindən Astana şəhərinə paytaxt köçürüləndə Astanada möhtəşəm böyük bir kitabxana kompleksi tikildi və Almatı şəhərindəki kitabxana öz fəaliyyətini davam etdirmək şərti ilə iki böyük mədəni mərkəz formalaşdı. Və ekranda görürsünüz, Astana şəhərində tikilmiş böyük bir kitabxana kompleksidir. Bu milli kitabxanadır. Və aşağıda gördüyünüz Almatı kitabxanası Sovetlər dövründə 70-ci illərin bir arxitektura layihəsi idi ki, bu layihə Orta Asiya Cumhuriyyətlərinin demək olar ki, hamısının mərkəzi şəhərində tikilmişdi. Biz Qırğızistanda kitabxanalara baxanda da bu mənzərəni orada görəcəyik. Qazaxıstan hal-hazırda kitabxana informasiya sahəsində çox böyük irəliləyiş göstərir. Qazaxıstan universitetləri dünya reytingində ilk 300 universitetlərdə 5 universitet təqdim edir. Qazaxıstan universitetləri dünya reytingində qabaqcıl universitetlərdəndir ki, dünya elmi məlumat bazalarına çox güclü şəkildə inteqrasiya olmuş universitetlərdir. Və Qazaxıstan müasir bir ölkədir, müasir bir tendensiyalarla inkişaf edir və Astanada təqdim etdiyimiz bu kitabxana da bir müasir informasiya mərkəzidir. Və mən sizə indi bir digər epizodu göstəreyim. Bu
kompleksi görürsünüz. Bu kompleks mən üzr istəyirəm, Qazaxıstanla əlaqədar çox zaman aparmadım ona görə ki, Qazaxıstan kitabxana informasiya fəaliyyətini dünya çapında özü müstəqil təqdim edir. Bu barədə çox yazılar yazılıb, məqalələr yazılıb. Ancaq Qırğızistanda urbanizasiya və şəhərləşmə elə çox geniş baş verməyib. Qırğızlar tarixi həyat ukladlarının böyük hissəsini hal-hazırda da saxlamaqdadılar. Bu 70-ci illərdə dediyim kitabxana kompleksi Qırğızistanda da, Bişkek şəhərində də tikildi və hal-hazırda ekranda gördüyünüz bu bina bir milli kitabxana statusuyla fəaliyyət göstərən bir kitabxanadır və Qırğızistan bu kitabxanasına çox böyük dəyər verir və ən böyük Qırğızistanın bir kitabxana kompleksidir. Mən sizə icazənizlə bu kompleksin içərisindəki mənzərəni də göstərim. Kifayət qədər müasir və geniş ərazini əhatə edən kitabxanadır. Qırğızlar milli ədəbiyyatın toplanması, kompleksləşməsi, rəqəmsallaşdırılması və dünyaya təqdimi sahəsində xeyli işlər görürlər və hal-hazırda bu Qırğızistanın ən böyük elmi informasiya mərkəzi statusuna malikdir və düşünürəm ki, Qırğızistan Türk Cumhuriyyətləri içərisində hal-hazırda çox mühüm, əhəmiyyətli bir rol oynayır. Bu informasiya mərkəzi ilə. Özbəkistan bir qədər fərqlidir. Özbəkistan tarixən Orta Asiya coğrafiyasında mərkəzi bir ölkə rolunu oynayıb. Bütün Orta Asiya xalqları təhsil almaq üçün adətən Özbəkistana, Səmərqəndə, Xivə, Buxara, Daşkəndə gəliblər və Orta Asiyanın orta əsrlər alimlərinin əksəriyyəti Özbəkistanın universitetlərində və mərkəzlərində təhsil alıblar. Özbəkistan modernizmlə klasisizm arasında bir kompleks yarattı. Yeni yarandı bu kompleks və bu kompleks Özbəkistanda Daşkəndin böyük bir mədəni mərkəzidir. Arxitektura həllindən də görürsünüz ki, burada bir klassik ənəyə sadiqlik var və modernizm də buna əlavə olunub. Maraqlı bir konsept ortaya gətiriblər. Hər bir özbəyin bir qürur mərkəzi, iftixar mərkəzidir bu kompleks. Bu kompleks böyük bir kitabxana olmaqla bərabər eyni zamanda konferansların keçirildiyi, böyük tədbirlərin keçirildiyi və maraqlı sərgilərin yaradıldığı bir yerdir, məkandır. Qonaqları və akademik heyəti adətən bura səyahətə apararlar, göstərərlər və qürurla bu mərkəzi göstərirlər. Ümumiyyətlə Özbəkistan tarixi abidələri zəngin olan bir ölkədir, məkandır. Məsələn, Daşkəndin özündə günlərlə maraqlı orta əsr abidələrini görmək olar, gəzmək olar. Çoxlu məkanlar var, tarixi məkanlar. Ancaq bu təqdim etdiyim ekrandakı Mərifət mərkəzi, necə ki Özbəklər bura Əlişir Nəvai adına deməli Özbəkistan Milli Kitabxanası adlandırırlar. Eyni zamanda da bu deməli bir Mərifət mərkəzi statusunu da malikdir. 2012-ci ildə bu kompleks tikildi və buna bu şəkildə bir ad qoyuldu və Özbəkistanın bizdən fərqli olaraq, Azərbaycandan fərqli olaraq əlbəttə 365 gün 24 saat fəaliyyət edən kitabxanasıdır. Bu böyük bir nailiyyətdir. Böyük bir nailiyyətdir. Biz məsələn Azərbaycanda hələ 365 gün işləyən və 24 saat fəaliyyət göstərən kitabxana infrastrukturuna malik deyilik. Təbrik edirəm Özbək həmkarlarımızı ki, belə bir nailiyyəti həyata keçirdə biliblər. Çox vaxtınızı almaq istəmirəm. Türkmenistandan da bir neçə kəlmə deyim. Türkmenistan da kitabxana infrastrukturuna, xalqın kültürünə layiq olan bir ehtiramla böyük bir kompleks tikdi, ortaya qoydu və ekranda görürsünüz, çox möhtəşəm bir kültür mərkəzidir və türkmənlər də buranı
klassik ənənəni qoruyub saxlamaqla, modernizm elementləri əlavə etməklə buranı e, tikib ortaya qoydular və Türkmenistanın kültürünün bir iftixar mərkəzinə çevirdilər. Türkmənlərin də urbanizasiyası və şəhərləşməsi gec baş verib və Türkmenistanda çox böyük sənaye şəhərləri yoxdur. Ancaq baş kəndində böyük belə bir kompleksin tikilməsi iftixar verici və sevindirici bir mənzərədir. Və bir neçə kəlmə də sizə akademik kütüpxanalar haqqında demək istəyirəm. Sovetlər Birliyi zamanında Sovetlər Birliyi cumhuriyyətlərinin hamısında Elmlər Akademiyası, yani Bilim Akademisi deyilən bir qurumlar yarandı və bu qurumların yaranmasının Azərbaycanda Elmlər Akademiyasının yaranmasının 100 illiyini biz bu yaxınlarda qeyd etdik. Və bu çox böyük bir tarixi mərhələdə yarandı, formalaşdı, inkişaf etdi və belə bir tarixi proses digər cumhuriyyətlərdə də baş verdi. Eləcə də Özbəkistanda, Qırğızistanda, Qazaxıstanda, Türkmenistanda da bu Elmlər Akademiyası yarandı və Elmlər Akademiyasının nəzdində bu cumhuriyyətlərin mərkəzi elmi kitabxanası infrastrukturu yarandı. Bu kitabxanalar, Elmlər Akademiyası kitabxanaları böyük bir elmi funksiya üzərinə götürdü və elmi ədəbiyyatın toplanması, saxlanılması, emalı və yayımı işində xeyli işlər gördülər. Məsələn, biblioqrafiyalaşma üzərində çox böyük işlər görüldü. Xüsusilə də Özbəkistanda biblioqrafiyalaşma ilə əlaqədar bir 1920-ci illərdən başlayaraq böyük işlər görüldü. Səhv etmirəmsə 360 ciltlik Özbək ədəbiyyatı və Şərq İslam ədəbiyyatının biblioqrafiyası formalaşdı. Bizim Nadir müəllim uzun müddət onu araşdırıb və Nadir müəllimin bu barədə bir məqaləsi də var və Özbəkistan bu işdə Orta Asiyada mərkəzi rol oynayırdı. Hal-hazırda mən ekranda sizə göstərdiyim bu bina 50-ci illərin bir rasyonalist arxitektura modelidir. Elmlər Akademiyasının Türkmenistanda olan Elmlər Akademiyasının kitabxanasının binasıdır. Aşağıda deməli Maxtumqulinin 300 illiyi ilə əlaqədar tədbirdən bir epizod mən ekrana gətirirəm. Çünki bu çox simvolik bir məsələdir. Bizim Elmlər Akademiyası sistemlərində, Türk Cumhuriyyətlərində böyük elmi nailiyyətlər qazanmış alimləri yada salmaq, onların biblioqrafik vəsaitlərini hazırlamaq, onların təqdimatlarını keçirtmək, yubileylərini keçirtmək bir ənənədir. Ənənədir və hal-hazırda Maxtumqulinin 300 illiyi ilə əlaqədar tədbirin epizodlarını ekrana gətirirəm. Onu deyim sizə ki, mən Türkmenistanda olmuşam. 40 il bundan qabaq, hələ Sovetlər zamanında olmuşam. Türkmenistan özü çox maraqlı bir ölkədir. Əlbəttə, hal-hazırda çox intensiv əlaqələrimiz yoxdur. Ancaq Özbəkistan və Qazaxıstanla çox intensiv əlaqələrimiz var. Mən Qazaxıstan kitabxanalarında bir neçə dəfə olmuşam. Özbəkistanda bir neçə dəfə olmuşam. Qırğızistanda Bişkek şəhərində milli kitabxanalarında olmuşam və bu sizə təqdim etdiyim bu gözəlliklərin əksəriyyətini özüm görmüşəm, özüm orada iştirak etmişəm və sizə də təqdim edirəm. Türkmenistanın müasir kompleksində olmamışam. Mən Türkmenistan haqqında məlumatları sizə Rusiya həmkarlarımızın desertasiyalarında, doktora tezlərindən iqtibaslar edərək sizə təqdim edirəm. Bu qədər. Düşünürəm ki, sizi çox yormayım. Türkiyə Cumhuriyyətlərində kütüphane kültürü mövzusu bizdə 4-cü kurs öğrenciləri üçün bir dərsdir. Bizim 15 koşa saat, 30 saat ders yükümüz var bu barədə. Öğrencilere bu barədə dərs deyirik və arzu edirik ki, bir gün Türkiyə universitetlərində də bilgi və belge yönetimi ixtisaslarında bu dersler tədris olunsun. Ahmet Hocam bu kadar. Çok İnşallah. yormayayım. Hocam çok teşekkür ederim güzel sunumunuz için. Şimdi ben de öncelikli olarak şunu söyleyeyim. Teknik bir sorundan dolayı kıymetli katılımcılar 45 dakikayla sınırlı oldu katılım.
Birazdan şey kapanabilir. Oturum kapanabilir. Aynı linkten tekrar bağlanabiliriz. Yani tekrar aynı link üzerinden bir bağlantı kuracağız. Bu şekilde tekrar bağlanacağız. Ben Parviz Hocama çok teşekkür ederim güzel sunumu için. Ve şunu söylemek istiyorum. Parviz Hocamın kitabı benim elimde. Profesör Abuzer Helefov'la yazdı. Ve biz bu kitapları şu anda yüksek lisans öğrencilerimize çeviri yaptırıyoruz. Hatta bu kitabın çevirisi bitmek üzere. İnşallah Merve Nurbalık bir yüksek lisans öğrencimiz tamamladı. Ve Türk Dünyası Milli Kütüphaneleri kitabını inşallah ileriki dönemde Türkiye Türkçesine kazandırmayı çok istiyoruz. Bununla ilgili de çalışmalar yaptım. Ben Parviz Hocam'la, Alemdar Hocam'la zaten görüşeceğim. İnşallah önümüzdeki dönemde Türkiye'deki üniversitelerde de, üniversite öğrencileri de bu kitaplara, tabii ki sadece bu kitap değil, zaten sunumun başında da gösterdi. Parviz Hocam'dan ben bütün o kitapları temin ettim ve o kitapların çevirisi üzerine çalışmaları sürdürüyoruz. İnşallah bu kitaplar Türkiye Türkçesinde kazanacak. Bizler de Türkiye'deki literatürü inşallah Azerbaycan'a kazandırmak için yine böyle ortak işbirliklerine devam edeceğiz. Bununla ilgili olarak Parviz Hocam'la tekrar irtibata geçeceğim zaten inşallah. Ee, Nadir hocamı davet etmeden önce 2 dakika süremiz kaldı. Nadir hocam eğer izin verirseniz oturumu kapatıp ondan sonra tekrar bir başlangıç yapalım. Uygun mudur hocam sizin açınızdan? Çünkü süreye bakıyorum 2 dakikanın altına inmek üzere. Bunun dışında inşallah önümüzdeki yıl gelenekten geleceğe bilgi ve belge yönetimi sempozyumuna yetişirse de biz de bu kitabın Türkiye Türkçesini sizlere takdim etme fırsatı bulmuş oluruz. Bu yönde çalışmalarımız devam etmekte kıymetli hocalarım. Yani Türk dünyası kütüphaneleri gerçekten çok önemli bir konu. Türkiye'de lisans ve yüksek lisans düzeyinde de bir ders olarak verilmesi büyük ehemmiyet taşımakta. Bu kitaplar da gerçekten temel kaynak. Bu kaynaklarda Türkiye Türkçesine çevrildiği zaman ciddi anlamda akademik bir altyapıya kavuşmuş olacağız inşallah. Bu konuda da güzel işbirlikleri devam edecek hocam. Eğer izniniz olursa ben bir oturumu atıp kapatıp tekrar açmak istiyorum. Aynı linkten tekrar bağlanacağız kıymetli hocalarım. Rol oynadığına göre hem de müqəddəs bir məkandır kitabxanalar və Türkiyə Cumhuriyyətində başlanan bu deyək ki, uzun müddət ənənəyə çevrilmiş kitabxana həftəsi cəmiyyətə kitabxanaların tanınması, eyni zamanda cəmiyyətin özünün kitabxanaya yaxınlaşması və kitabxananın cəmiyyətə yaxınlaşması, onların qarşılıqlı əlaqəsinin daha da dərinləşməsi istiqamətində olan son dərəcə həm də mən deyərdim ki, müqəddəs bir işdir və kitabxana işinə verilən böyük dəyərdir. Bu baxımdan mən Pərviz hocamızın da dediyi deməli məruzəsindəki məsələyə toxunmaq istəyirəm ki, mən də Sovetlər dönəmində Özbəkistanda, Daşkənddə olmuşam və orada Daşkənd Milli Kitabxanası, indiki Özbəkistan Milli Kitabxanasında və eyni zamanda tələbələri aparmışdıq Akademiyanın kitabxanasına və həqiqətən də dünyanın sehirli bir yerlərindən biri təsiri bağışladı o dövrdə mənə və kitabxanalarda olan o qədim əl yazmaları mən orada görmüşəm və ona görə demək istəyirəm ki, Türk dünyasının çox böyük qiymətli əsərləri həm də Özbəkistan, Orta Asiya kitabxanalarında yerləşir və onların öyrənilməsinə çox böyük ehtiyac vardır. Və mənim mövzum təbii olaraq ki, bütövlükdə cəmiyyətin həyatında fundamental əhəmiyyət kəsb edən statistika və analitikadır. İnsan fəaliyyətinin bütün sahələrinin ölçülə bilənliyini nəzəriyyəsini qəbul edərək biz bu yola çıxanda biz kitabxanaların da fəaliyyətinin ölçülə bilənliyini biz nəzərə alırıq və o ölçülmə prosesinin əsasında durur statistika. Statistika olmadan hər bir müəssisənin, hər bir işçinin, işçidən tutmuş bir kitabxananın birləşdiyi deyək ki, şəbəkənin və bütövlükdə bir ölkədə kitabxana işinin inkişaf strategiyasını müəyyən eləmək qeyri-mümkündür. Buna görə də dəqiq statistik
analizlər aparması üçün mütləq statistika lazımdır. Bu baxımdan biz demək, qeyd etmək istəyirik, həm ölçülə biləndir və həm də həqiqətən də onun alətlər sistemi var və bütövlükdə kitabxana fəaliyyətinin bütün sferalarını, deməli, istiqamətlərini əhatə edən bir fəaliyyət sahəsidir. Heç o istəyirəm. Bu, deməli, kitabxana statistikası olmasa, bizim dediyimiz ikinci məsələ ki var, bu analitikadır. Statistik, deyək ki, fondun vəziyyətini, xidmətin vəziyyətini, oxucuların vəziyyətini, kitabxana işlərinin sayından tutmuş müxtəlif parametrlər üzrə çoxlu orada deməli statistik göstəricilər sistemi var və Azərbaycanda da akademik kitabxanalarda tətbiq olunur bu statistik təhlil üsulları və eyni zamanda Respublika üzrə Azərbaycanda statistika komitəsi var. Statistika komitəsi bütün kitabxanaların fəaliyyətini şəbəkələr üzrə geniş şəkildə əhatə edir və ora həm də akademik kitabxanalar daxildir. Axırıncı adına Azərbaycan Milli Kitabxanası bu günlərdə keçən il Azərbaycan kitabxanaları statistik göstəricilərdə çox maraqlı ilk dəfə olaraq bütün kitabxana Azərbaycan Respublikasının ərazisində olan 100 milyondan çox fond haqqında deyək ki 30 mindən artıq kitabxana işçisinin fəaliyyət göstərdiyi bir alanda kitabxana işinin statistik göstəricilərini tərtib eləyib və çox böyük əhəmiyyət kəsb edir. Bakı Dövlət Universitetinin kitabxanasının, deyək ki, biz burada işlədiyimizə görə Bakı Dövlət Universiteti kitabxanasının adını birinci çəkirəm. ADA Universitetində, İqtisad Universitetinin, deyək ki, UNEK-də, digər ali məktəblərdə, Akademiyanın, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında ki, o kitabxana beynəlxalq standartlara uyğun deməli inşa edilmişdir. Ona biz həm də yaşıl kitabxana deyirik. Bütövlükdə bu statistik alətlərdən geniş istifadə olunur. Mən bu statistikanın deməli əhəmiyyətini bir də kitabxanaların cəmiyyətin həyatına təsiri, deyək ki, təhsil alanların elmi biliklərə yiyələməsinə təsirini həm də analitikada görürəm. Və analitik göstəricilərin deməli əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu analitik göstəricilər mövcud vəziyyəti müəyyən etmək üçün, müəyyən problemlərin mövcudluğunu üzə çıxartmaq və onun diaqnostikasını həyata keçirmək üçün, eyni zamanda gələcək inkişaf tendensiyalarını müəyyənləşdirmək və optimal qərarlar, ona deyirlər ki, məlumat əsaslı qərarlar. Gərək sənin əlində elə məlumatlar olsun ki, o məlumatların əsasında ümumiləşdirib köklü şəkildə dərinləşdirilmiş statistik məlumatların dərinləşdirilmiş formada analitik təhlindən söykənməlidir. Bizdə fakültənin hesabatı olur, deyək ki, sonra kafedraların hesabatı olur. Biz o bəzi hallarda o analitikanı elə bəzi rəqəmləri verməklə məhdudlaşdırır. Əslində isə onun hər bir orada olan nailiyyətin daha dərindən analizinə böyük ehtiyac var. O fərdiləşmiş şəkildə gəlir son nəticədə hər bir fərdin impact faktorunu üzə çıxartmağa kömək eləyir. Və bu mənada kitabxana analitikasının çox böyük əhəmiyyətini qeyd etmək istəyirəm və burada deyək ki, akademik kitabxanalarda, ali məktəb kitabxanalarda, fakültələr üzrə analitikanın nəticələrini üzə çıxartmağa, rəqəmsal resurs yükləmələrinin təhlilində, platforma üzrə giriş və sorğu statistikasında, fondun mövcud səmərəliliyi ölçümü, sonra elmi göstəricilərin bibliometrik analizi üçün bu statistik analitikanın deməli tətbiqi kitabxanalarda geniş deməli istifadə olunur. Mən bizim deməli son illər artıq bəzi kitabxanalarda, xüsusilə ADA Universitet kitabxanasında, sonra Bakı Dövlət Universitetində və digər deməli ali məktəb kitabxanalarında artıq analitikanın beynəlxalq standartlara uyğunluğu gündəmə gəlmişdir. Çünki hər bir kitabxana həm statistik göstəriciləri, həm də analitikanı öz bildiyi kimi yox və bunların artıq dünyada qəbul olunmuş beynəlxalq standartlar əsasında həyata keçirilməsinin zərurliyini artıq kitabxana deyək ki, işçiləri dərk etmişdir və bu istiqamətdə də işlər
həyata keçirilir. Deməli, analitik nəticələrin tətbiqi məsələn fakültələr üzrə fərdləşdirilmiş resurs təminatına kömək edir. İstifadəçi tələbinə görə fondun inkişaf planını müəyyən etməyə. Çünki biz bilirik ki, əgər adicə biz biblioqrafiya dərsini keçəndə də qeyd edirdik ki, istifadəçilərin tələbləri analiz edilmədən, onun statistikası aparılmadan, analiz edilmədən bilmirik ki, insanlar daha çox nə istəyir. Onlar ki, müəyyən müddətdə analiz olunur və nəticədə yeni biblioqrafik göstəricilərin həmin o tələblər əsasında yaranmasının da həm də proqramı üzə çıxır. Və buna görə də analitikanın çox böyük əhəmiyyəti vardır. Bütövlükdə rəqəmsal transformasiyanın idarə olunması deməli da əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Deməli 2789 ISO-nun standartı var. Kitabxana statistikası necə aparılmalıdır? Onun bütün poliyaları, sahələri əslində bütövlükdə tətbiq olmalıdır akademik kitabxanalarda. Ancaq akademik kitabxanalarda həmin o statistika aparılmalıdır. 11620 səmərəlilik göstəricisini əhatə edən deməli belə bir standart var. ISO-nun standartı. Biz bu günləri ali məktəbdə təhsil alan bilgi və bəlgə yönətiminin kitabxanaçılıq istiqamətində deməli olan tələbələrə bu standartları dərsini keçməliyik. O dərsləri keçəndən sonra onlar da gedib deməli obyektlərdə, yəni kitabxanalarda o işi müasir elmi səviyyədə, standartlar səviyyəsinə qaldırmağı bacarmalıdır. Sonra 164-39 ISO-nun standartı var, Beynəlxalq Standart Təşkilatının. Cəmiyyətə təsirin ölçülməsi. Kitabxananın cəmiyyətə təsirinin ölçülməsinin sözlə biz deyirik ki, kitabxanalar cəmiyyətin həyatında mühüm rol oynayır. Mühüm yox. Orada nə cür rol oynayıb? Ölçüb sən onu deməlisən, filan kitabxananın rəqabət artıq müəssisələr arasında rəqabət gedir. Müəyyənləşdirməliyik ki, bir lider hansı kitabxanadır, deyək ki, başqa alanda olan kitabxanalar hansılardır. Bunun üçün də mütləq ölçməyə ehtiyac vardır və bu həmin ISO-nun standartında bu deməli keyfiyyət kriteriyaları öz əksini tapmışdır. Sonra İFLA-nın göstəriciləri var, xidmət keyfiyyəti və istifadə ilə bağlı və s. Bütövlükdə mən hesab edirəm ki, kitabxana statistikası və analitikası hər bir kitabxananın həyatının əsas mahiyyətini ifadə edən onun sütunlarından biridir. Və mən hesab edirəm bu istiqamətdə tələbələrdə və kitabxana işçilərində müxtəlif vasitələrlə savadlığın, analitik savadının artırılması, məlumatların keyfiyyəti probleminin müəyyənləşdirilməsi, sistemlər arasında inteqrasiyanın çətinliklərinin başa salınması, açıq elmi axtarışların sürəti artırılması, kadrların data analizi bacarıqlarının zəifliyinin nəzərə alaraq onlara bu istiqamətdə biliklərin verilməsi deməli mühüm əhəmiyyət kəsb edir. Nəticə olaraq qeyd etmək istəyirəm ki, statistika və analitika indi qeyd etdim. Kitabxananın bütövlükdə menecmentinin əsas amilidir və sütunudur. Akademik kitabxanalar analitik yanaşma olmadan rəqəmsal dövrdə rəqabət qabiliyyətini saxlaya bilməz. Mütləq onlar bu istiqamətdə işləməlidir. Analitik məlumatlar, resurslar, istifadəçi və xidmət menecmentində strateji qərarlar üçün vacibdir. Diqqətinizə görə təşəkkür ederim. Kıymetli Nadir Hocam çok teşekkür ederim Teşekkür güzel ederim. sunumunuz için. Birbirinden güzel sunumlardı. Gerçekten kütüphane haftamıza renk kattınız, değer kattınız. Her bir katılımcıya çok teşekkür ediyorum. Özellikle Bakü Devlet Üniversitesi ile işbirliğimiz konusunda ben birkaç söz söylemek istiyorum işbirliklerimiz hakkında. İsmail Gaspralı'nın çok güzel bir sözü var. Dilde, fikirde, işte birlik olmalıyız. Biz bilgi ve belge yönetimi alanında gerçekten bu anlamda güzel işbirliklerine imza atıyoruz. Tabii ki yeterli mi değil. Umarım önümüzdeki yıllarda çok daha güzel, çok daha etkin, çok daha verimli işbirliklerimiz olacak inşallah. Çünkü gerçekten ben Bakü Devlet Üniversitesi'ndeki hocalarımı gördüğüm zaman böyle bir kardeşimi görmüş gibi mutlu oluyorum, seviniyorum. Aynı hissi karşıdan da hissediyorum.
İnşallah bu samimiyet, bu karşılıklı muhabbet güzel işbirlikleriyle de taşlanacaktır. Bu konuda Alemdar Hocam bahsetti. Mayıs ayında 8 Mayıs ve 9 Mayıs tarihlerinde Bartın Üniversitesi'nin ev sahipliğinde Bakü Devlet Üniversitesi'nin daha önce 5 yıl boyunca düzenlediği öğrenci sempozyumunun altıncısı gerçekleştirilecek. İşte hazırlıklarımız devam ediyor. Sabırsızlıkla bekliyoruz hocalarımızı, öğrencilerimizi. İnşallah daha nice böyle güzel etkinliklerde yine bir arada olacağız. Alemdar Hocam, son olarak siz bir şeyler söylemek ister misiniz? Göstereyim. Tekrar xoş gördük hamı. Mən məruzəçilərə Pərviz Hocaya, Nadir Hocaya da təşəkkürümü bildirirəm. Həm Türkiyədən qatılan, həm Azərbaycandan qatılan öğrencilərə də təşəkkürümü bildirirəm. Və burada mən sitədə gördüm, təxminən 100-ə yaxın Türkiyədən qatılımçıları var. Bir 50 kişi də biz varıq. Bu 150 kişilik bir toplantıdır. Hesab edirəm ki, həm kəmiyyət, həm keyfiyyət baxımından çox verimli bir toplantı oldu. Kitabxana həftəmiz bir daha kutlu olsun. Və Azərbaycan-Türkiyə qardaşlığına eşq olsun, əbəd olsun. Sağ olun, Ahmet Hoca. Sizə də təşəkkür bildiririk. Hürriyə Çok hocamı da teşekkür ederim. Burak E, Savaş hocamızı da gördüm. Onu da salamlayıram. Hər kəsi salamlayırıq. Bir daha görüşmək üzere inşallah. Sağ Çok olun. teşekkür ederim. Böyle güzel bir etkinlikte diğer hocalarımız da söz almak ister diye düşünüyorum. Huri Hocam. Merhabalar, hocalarım, herkese saygılarımı, sevgilerimi sunarım. Katkılarınızdan dolayı başta Alemdar Hocam olmak üzere tüm diğer hocalarımıza da teşekkür ederiz. 62. kütüphane haftamızı kutlarım. İnşallah öğrenci kongrerimizde yüz yüze görüşmek dileğiyle bekliyoruz. Sağlıcakla kalın diyorum. Teşekkürler hocam. Sağ olun. Evet, teşekkür ederim hocam. Hocalarımızdan söz almak isteyen var mı? Hem Azerbaycan'dan hem Türkiye'den katılımcılardan. Galiba yok. Öğrencilerimizden soru var mı? Sunumlara ilişkin ya da farklı konularda. Mesela ben şunu söyleyebilirim. Yani hem Azerbaycan'daki öğrenciler için hem de bizim öğrencilerimiz için staj konusunda, yani Türkiye'de Bartın'da staj yapmak isteyen öğrencilere bizler elimizden gelen her türlü katkıyı sağlamaya hazırız. E, Eminim hani Bakü Devlet Üniversitesi'ndeki hocalarımız da Türkiye'den gelen öğrencilere o konuda gerçekten katkı sağlayacaklarını daha önce de söylemişlerdi, ama yine ben böyle bir konuyu açayım. Belki Azerbaycan'la bağları olan işte veya merakı olan öğrencilerimiz oranın köklü kurumlarında staj yapma imkanı bulabilir. Sorusu olan var mı? Galiba yok. Kıymetli hocalarım, gerçekten gönülden teşekkür ederim. 62. Kütüphane haftamız sizlerin katılımıyla çok daha güzel oldu. Umarım bu güzel etkinlikler böyle belirli aralıklarla devam eder. Etkinlikte emeği olan herkese çok teşekkür ediyorum. İnşallah Mayıs ayında sizleri bekliyorum. Orada ben yine gözlemliyorum. Nevibe yine koşturuyor. Nevibe maşallah. Nevive'ye de teşekkür ediyoruz. Oradaki muhtemelen teknik süreçleri Nevive toparladı. Çok teşekkür ediyorum. İnşallah görüşmek üzere. Eğer hocam, çok teşekkür ederiz. İnşallah güzel günlerde, güzel etkinliklerde bir arada olmak üzere. Saygılar, hürmetler. Sağ olun.